Maması. 111-222. Üzünü oxudu bəs. Qız Qıza Söhbətlər rubrikasının 3-cü bölümünə xoş gəlmisiniz. Belə daha realdır. Neyse olsun belə, heç də keçib düzəltiriz arasını. Deməli, dostlar, bugün yanımda qonağım Qiymət xanım var. Hoş geldiniz efendim. Masaya bol-bol qoyacağım. Deməli, bir-iki dənə sualım var. Dəmon kodunu yanımızdan çıxardım üçün. Evet. Bir-iki sualım var. Bunlara verəcəm. Siz də cavablarınızı sevinərəm. İfanızım. Yallah. Evet. Deməli, birinci sualımız. Səncə dostluqda ən çox səhv etdiyimiz şey nədir və bunu nə vaxt başa düşdün? Dostluqda ən böyük səhvimiz məncə çox yaxın olmağa ehtiyac yoxdur. Yəni hər şeyi bölüşəcək dərəcədə. Çünki düşünürəm ki, müəyyən bir müddətdən sonra yəni təkcə məndə yox, hər kəs elədir. Müəyyən bir müddətdən sonra hamı ilə uzaqlaşırıq. Yəni elə bir dönəm olur ki, müəyyən bir səbəb baş verir və sırf o səbəb həmin insana səni uzaqlaşdırmağa yetərincə bir yəni da şeydir. Uzaqlaşırsan da bir kifayət yəni. Evet, maalesef. Ümumiyyətcə mən düşünürəm ki, dost deyə bir şey yoxdur. Yəni var amma nadir. Var, olub, amma hal-hazırda yoxdur. Çünki indiki dövrə baxanda yəni dost yox, sadəcə tanış deyə bilərik. Aha, bəli. Tanış da niyə deyirik? Çünki dost belə deyir də. Dostluq da oğlanlarda düşünürəm ki, qızlardan daha yaxşıdır. Çünki misalda gecənin bir 3-ündə əgər mənim başıma bir hadisə gəlsə, mən çağıracağamsa həmin şəxsi gələ bilmirsə, yəni məncə orada hansı bir dostluqla danışa bilərik. Çünki qadınla kişidə də yəni müəyyən məhdudiyyətlər var da, amma oğlanlar hansı ərəfədə istəsə çıxıb gedə bilər. Amma biz qızlarda misal üçün o elə deyil də. Yəni istər ailəli ol, istər subay ol, sən evdən icazə almalısan. Bəzi elə misal üçün şəxslər var ki, heç risk eləmir də, yəni icazə almaq üçün. Misal üçün bu mənim tanışımdır, çətinlədir, gedim, yaxınımdır. Yəni köməyə ehtiyacı var. Yəni elə bir şey yoxdur hal-hazırda. Yəni heç kim də risk eləməz deyə düşünürəm. Mən bir dəfə səhv eləmişəm. Elə onu deyəcəkdim. Məndə də bir-iki dəfə başıma gəlib. Mən də əksinə, mən çox vaxt çox verirəm özümdən. Yəni hər şeyinə qaçıram, hər şeyinə. Elə olur öz işimi kənara qoyub onun işini ön plana qoyuram və günün sonunda bir ağzımın ortasına şaq deyə bir şapalaq yeyirəm. Sualını verirlər sənin. O məndə də var idi əvvəl, amma indi yoxdur. Çünki sanki böyüyürük gün getdikcə, hər şeyi daha yaxşı dərk eləyirik və başa düşürük ki, yəni o dərəcədə olmağa ehtiyac yoxdur. Səmimiyyətə ehtiyac yoxdur. Çox səmimiyyətə ehtiyac yoxdur məncə. Haqlı, yedim efendim. Çox haqlıyım. Sonra digər sualımız. Bugünkü ağlınla əvvəlki özünə bir məsləhət versəydin, nə deyərdin? Məsəl üçün, indiki vaxtında bir 5 il bundan öncəki qiymətə. Əgər 5 il öncəyə getsəm, təbii ki, bu ağılla getmək istəyərdim. Çünki oradakı ağlımı heç sevmirəm. Çox akılsız olmuşam, yemin ederim. Çox şey də, yəni nə bilim. Çünki illər keçdikcə çox şey öyrənmişəm. Hətta çox dəyişmişəm. Məncə ilk keçdikcə dəyişir. Hər il bir şey daha öyrənirsən. Və son vaxtlar özümdə bir şeyə fərqindəyəm. Nə olur olsun, tutamda bir insan mənim üçün dəyərlidir, amma falan şey elədi, mənim xoşuma gəlməyən bir şeydir. Çox da elə takılı bilişib qalmıram orada. Əvvəl çox düşünürdüm. Niyə mənə belədir? Çünki onu qarşımdakı insanları o qədər önəmsəyirdim ki, elədikləri hər bir şey mənə pisimə gəlirdi. Amma indi o şey yoxdur. Ancaq düşünürəm ki, ola bilər də insandır. Bəlkə 5 dəqiqə əvvəl nəsə hadisə baş verib, ona görə şey olubdur. Nəsə bir səbəb də axtarmıram. Deyim elədi də. Yəni gələn səfər o qədər də önəmsəmərəm bunu. Elə deyib keçirəm. Məncə o daha yaxşıdır. Yəni haqlısınız. Mən bu söhbətdə gəldimsə donub qalıram. Çünki həqiqətən də mən də əvvəlki mən çox ödün verirdim özümdən. Amma indi nə yanıma qoyuram insanlara ki, sonradan pis olmayım. Tak da bir şey var da, misal əvvəl insanlar düşünürdüm ki, insanlar nə qədər belə də, yəni vurdum duymaz ola bilər. Düzdür, mən çox vurdum duymaz biri deyiləm, amma bəzi məsələlərdə həqiqətən elə olmaq lazımdır. Çox önəmsəməyəndə, yəni görürsən ki, çox takılmırsan, ilişib qalmışsan və ilişib qaldığın şey özünə əksinə mənfidir. Mən misal üçün gün boyu onu fikirləşirdim. Yəni bu nə tələbədir mənə, Allahım dəli olacaq. Amma indi yox da, yəni elədi, yəni insandır. Elədi, fisiyo da, orada da qutardım. O da onun xarakteri. İtaq bir şey də var ki, ya ondan sonra həmin insanla uzaqlaşıram, ya da sıradan biriymiş kimi davranıram həmin insana. Əgər önəmli davranmaq da olmur məncə. Mən şəxsən eləyə bilmirəm. Mən direkt çıxardıram həyatımdan. Direkt. Məndə
çıxardıram, amma həmin insanın onu çıxartdığını demirəm. Amma mənim üçün qutarıbdır. Hə, Çox da hərəkətlərindən bilirəm amma. Hə, hərəkətlərini özü zamanla başa Bu düşürəm. çox doğru. Mənim başıma bir Yəni bu yaxınlarda məsəl üçün gəldi. elə bir hadisə yaşamışam hardasa bir ay əvvəldən. Həmin insana heç nə demədim, amma salamlaşıb eləyəndə artıq özü mənim başa düşür. Özü məncə sən belə soyuq davrana bilən birisən, nə məndə? Çünki sənin təzə tanıyanda biz 5 illik tanışdığımız var da işdən. Mən qiymətləndə Qiymət xanım belə mən full səmimiyyətimlə qiymətə bəzən o. Tüm soyuqluğu ilə. Hə, mən möhtəşəm sözümdə zəhmət olmasa. Hə, elə yer ki, yəni qırıldım. Başda əslində belə deyim də, yəni işlə düşünürəm ki, dostluqdur, nə bilim, yaxınlıqda heç vaxt qarışdırmamalıyıq. Onu qarışdıran kimi hər şey çərçivəsindən çıxır, yəni həqiqətən. Yəni mən mağazada, misal işlədiyim müəssisədə hal-hazırda şirkətdə bir il, hardasa 5 illik, yəni sənin kimi bir tanışım var xanım. Onunla nə olur olsun, heç vaxt işlə, dostluğu mümkün qədər çalışıram qarışdırmayım. Hətta mağazanın içində qayıdıb, yəni nə qədər yaxın olsaq belə işçilərin arasında digərlərinə necə, ona da elə filan kəs xanım. Yəni mütləq yəni bir sən onu qoruya bilirsən, o çox işə. Mən həmişə fikir verirdim səndə. Eləsi mən məsələn başda belə səmimi qıraqda işdə də bunu görsən və sənə olan hörməti itirdi elə bil orada. Yəni işdə qoyması gerəkən o ağırlığı qoymur, bilinir. Yəni çünki və o nə deyim, çox səmimiyyət insanı mən düşünürəm ki, hörmətdən salır. Mənə elə gəlir. Və mən bu neçə il işlədiyim ərəfədə sırf əgər nə hörmət qazanmışamsa, o aradakı məsafəyə görədir. Düşünürəm ki, mən digər insanlar kimi 2 günlük gələn, lap istəyir 5 illik insan olsun, nə qədər səmimi olsaq da, baxır məkanına, yerinə. Əgər fərqli bir məkandayıqsa, o məndən adi halda olduğu kimi səmimi davranırsa, mən o baxışımla başa salıram ki, sən burada düz eləmədin. Çünki mən sənə bu ortamda belə danışıram. Yəni çox doğru bir cavab. Daha sonra yəni bunların hamısını təbii ki, mən işləyəndən sonra təcrübələr qazanmışam. Yəni işləyənə qədər bu mövzuların heç birində nə təcrübəm var idi, nə də ki, böyüməmişdim həqiqətən. İş həyatı məncə hər kəsə lazımdır. Çünki normal böyüdüyün ailə ortamı və yaxud dost ortamından kənar, iş ortamı çox fərqli bir şeydir. O deyir tokat kimi çarpır adamın özünə. Bu elə bir şeydir. Hər şey görürsən orada. Tamam, deməli, digər sualım, dostluqda bağışlanmamalı olan bir şey varmı, yoxsa hər şey danışaraq həll olunurmu? Yəni qırmızı çizgi deyə bir şey var səndə dostluqda? Elə bir şey fikirləşməmişəm, amma direkt sildiyim insanlar olub. Yəni də heç vaxt ağlımın ucundan keçməzdi ki, yəni bu mövzuya görə filan kəsi silərəm. Mənim üçün misal üçün hərsə 3-4 ilin söhbətdir də bir xanım var idi, çox yaxın idi. Elə bir şey olmuşdu ki, həmin şəxslə mənim yaxınlarımdan, ailəmdən birinin elə bir mövzu idi ki, yəni qarışıq idi də, birisi hərəkət elədi və o bileyim qaliba onu. Hə, bütün hər şeyi alt-üst elədi. Çox əsəb keçirdim həmin günü. Yəni həmin günə özümə gələ bilmədim. Və xanımı demək olar ki, bir aydan çox danışdırmadım. Ancaq salam çalıb, o da iş müəssisəsində idik deyə. Elə oldu ki, bir gün ad günümdə xanımlardan birindən kömək istədi. Sanki oğlanmış kimi gülə qədər hər şey alırdı. Şokoladlar, güllər, hədiyyələr, nədir barışsın. Xətrini çox istəyirəm həmin xanımın. Prosta ki, yəni elə bir moment, elə bir hadisə oldu ki, yəni öz-özümə fikirləşdim ki, yəni sən bunu nətər edəndə axı mən sənə demişdim, olmaz. Yəni çox belə şey idi. Amma dostluqda əgər ki, mənim dostumdursa, düşünürəm ki, həqiqi dostdan söhbət gedirsə, o məni tanıyaraqdan səhv eləməməlidir də zaten ki. Doğru. Bir də məncə nə qədər dost olursan o, ailə məsələlərini girilməməlidir. Sən onu dinləyə bilərsən, o səni dinləyə bilər, məsləhət yeri gəlsə verə bilər, amma çox da içində olmaq düzgün deyil. Təbii ki, kim soruşsun, bilməm. Bu yaxınlarda öz səhifəmdə bürclə bağlı bir şey paylaşmışdım ki, misal üçün, heç belə deyim də, problem olsa heç kimə bildirmirəm. Həqiqətən belə bir xarakterim var. Çünki mənim problemim kimin nəyinə gərək, belə deyim. İtaqda düşünürəm ki, kimsə mənim problemim maraqlanırsa, çox da şeydən deyil də, yəni ancaq söhbət üçündür. Yəni reallıqdan danışırıq. Yaxda qeybət etsin deyə. O da məndə xeyri var. Amma ki, şey adındadır, belə, necə deyim, mövzumla danışırdım, yanına çıxdı. Nəyəsə gətirirdim söhbəti, şu an unutdum. Nəsə deyirdim. Olsun, nə olacaq, keçiriz buraya. Birisi bağlı deyirdim ki, sir bölüşməyi bir də sevmirəm. Ümumiyyətlə sir bölüşən deyiləm konkret. İstəyir dost olsun, kim olsun. Yəni ailə ilə bağlı bir sirrim varsa, yəni bu ailə içidir. Nə qədər yaxın dostum olsun, yəni ailədən biri deyil o. Məncə heç bölüşülməməlidir də.
Özü məncə onlar biləndə sonradan sən onu unudub keçsən belə, sənin üzünə vururlar və bu yaxşı bir şey deyil. Deyirlər, yanda Təbii sən ki. də bu belə eləmişdi. Kimi bir şey. İndiki dövrdə Xatırlayırsan? Öyle bir Sən şey də yok. beləcən tutursan ki, o, nə deyirsən başa Ben düşmədim. yadımı çıxarmışım, sən də danışsan. Ben bile unuttum. Öyle pislikler var maalesef. Tamam, sonra digər sualımız və son sual bu. Özünü ən çox itirdiyin, hiss etdiyin dövr nə vaxt idi və o dövrdən necə çıxdın? Belə özünü itirmiş, kaybolmuş kimi. Özümü itirdim. Elə bir an olub ya da olubsa. Bu hər şeylə bağlı ola bilər. Mən özümü bir dəfə itirmişəm. Fəzəçmədə. O da yeni il şənliyi idi, səfər eləmirəmsə, xalam gəldə olmuşdu. Biz ki bayram nəfəsdir. Hamı eşi. O da bir sizdən də olmuşdu. Ayağım sürüşmüşdü. Çox dərinliyinə getməyəcəm. Həqiqətən sözün əsl mənasını yaddaşımı itirmişdim. Yəni 1 saatlıq mı, 2 saatlıq mı? Hətta səhəri günü xalam uşaqlar gəlib maraqlar şey deyir ki, axşam olanları xatırlayırsan falan filan mənə video göstərmişdilər. Yəni axşam videoya baxıram, yəni özümə tanıya bilmirəm. Eyni şeyi təkrar sual vermişəm. Və həqiqətən başımda eydiyi üçün olubdu bunlar. O gün getsin gəlməsin, yəni o mövzunu ondan sonra kim açırdı, yəni konkret həm dəqiqə unuturdum, söhbəti dolaşdırırdım. Bağla. Amma o özümə baxanda yəni fikirləşirəm ki, insan yəni nətər elə ola bilər də. Yəni həqiqətən başım dəymişdi, bildiyim yerə, ayağım sürüşdü, şampan açılmışdı. Ondan sonra yəni bildiyim hoşumu itirmişəm, nə baş verib heç nə xatırlamırdım. Yəni neçədir? 2023-dən, yox, 2022-dən 2023-ə deyəsən keçəndə idi. Yəni nə tər keçdim bilmirəm. Bərbad şeydi. Sabah bir tane zafatalım geldiğim yer. Böyle. Sorularımız bitti. İzlediğiniz için teşekkür ederim. Qiymət xanımın sayfasını aşağı etiketleyeceğim. Girip sayfasına bakabilirsiniz. Şurada bir yerde. Ya da buralarda bir yerde. Girip takip edebilirsiniz. İzlediğiniz için teşekkürler. Daha başka ne çəkilməyini istəsəz yorumlarda yazabilirsiniz. Biz de onunla bağlı video çəkər istəsəz Qiymət xanımına devam edebilirik. Vaxt ayırsa bize inşallah. İnşallah. Sağ olun. Bəli. Evet. Teşekkür ederim efendim. Eziyet çekip gelmişsiniz. Bir bakım